Həqiqətən də Rəbbimizi xatırlamaq, uca Allahın sifətləri haqqında danışmaq, Allahın böyüklüyü haqqında danışmaq çox gözəldir. İnsanın qəlbinə bir rahatlıq gətirir, insanın qəlbinə bir sevinc gəlir. Allah, baxın, özünü xatırlayanların içində xatırlanmağa ən çox layiq olan odur. Qeybdə ona ibadət edənlərin içində ən çox ibadətə layiq olan odur. Şükür edənlərin içində ən çox təşəkkürə layiq olan odur. Ona üst tutanlara ən çox yardım edən odur. Ona yönələnlərə qarşı ən mehriban olan odur. Ondan istəyənlərə qarşı ən səxavətli olan odur. Qüdrətdə hamıdan üstündür. Verdiyi nemətlər başqalarının verdiyi nemətlərlə müqayisə olunmaz. Elmi sonsuzdur. Bağışlaması bu elmin arxasınca gəlir. Qüdrəti hər şeyə çatır. Hikməti ilə insanları müəyyən şeylərdən saxlayar. Mərhəməti və rəhməti ilə qullarına yaxın olar. İnsanların ona ibadət etməsi onun haqqıdır. Bu insan üzərinə düşən bir borcdur. Çünki hər şeyin sahibi uca Allah'tır. Baxın, amma Allah yanında heç bir şey boşa getməz. Yetər ki, sən Rəbbinə güvən. Əgər insanlar nankör olsa və ya ona qarşı olsalar belə, Allah yenə də mərhəmətini və səxavətini əsirgəməz. Hər zaman bağışlayar və onların tövbə etməsini istəyər. Çünki o böyük lütuf və kərəm sahibidir. Hər şeyin sahibi odur. Onun şəriki yoxdur. Heç kim ona bənzəri yoxdur. Heç nə ona lazım deyil. Doğmayıb, doğulmayıb. Bütün kainat əksinə ona möhtacdır. Bütün varlıqlar yox olacaq, amma Allah qalacaq. Yəni, hər kəs fanidir, bu dünyadan köçür və bu dünyanın da sonu var. Hər yaxşılıq yox ola bilər, amma onun yaxşılığı sonsuzdur. Heç kim onun izni olmadan itaat edə bilməz. Heç kim onun bilmədiyi bir işi görə bilməz. Şükür edəni mükafatlandırar. Ona qarşı gələni ədalətlə, yenə də onu tövbəyə çağırar. O hər şeyi bilir. Qəlblərdə olanları da, gizliləri də. Baxın, ölüm vaxtını yazan da odur. Ruzunu verən də odur. Şahid də odur, qoruyan da odur. Allah Teala buyurur, bir şey istədikdə sadəcə ol deyər, o da dərhal olar. Yasin surəsində Allah Teala buyurur. Böyük lütuf sahibi olan Allah, Allah aləmlərin Rəbbidir. Ən mərhəmətli, ən güclü, ən uca odur. Hər şeyi yaradan və idarə edən odur. Fani dünyanı da, hər şey yalnız onun əlindədir. Baxın, insan Rəbbimizi belə tanıyanda ona səmimi qəlbdən daha çox dualar edir. Onun varlığı hər kəsə aydındır. Fitrətimiz bunu hiss edir. İnsanın qəlbində mütləq ona bağlılıq var. Ağıl bunu təsdiqləyir. Bütün yaradılmışlar ona işarə edir. Göylər, yerlər, səmalar, dənizlər, okeanlar onun ucalığına dəlil deyilmi? Əlbəttə ki, dəlildir. O hər şeyin sahibidir. Hər şey onun varlığını sübut edir. Hərəkət edən də, dayanan da onun əmri ilədir. Keçmişdə olan, indi baş verən və gələcəkdə olacaq hər şey onun istəyi ilə olur. Göyləri və yeri yaradan, göydən yağış endirib torpağı canlandıran odur. Rəngarəng bitkiləri, müxtəlif heyvanları da yaradan odur. Yeri sabit tutan, yerdən çaylar axıdan, dağları möhkəm bərqərar edən və iki dənizin arasına mane qoyan da məhz odur. Allah Teala buyurur. Baxın, yoxsa yeri sabit edən, arasından çaylar axıdan, onda dağlar yaradan və iki dənizin arasına sədd qoyan kimdir? Nəml surəsi. Böyük lütuf sahibi olan uca Allah Teala. O sıxıntı içində olanın duasını qəbul edəndir. O çarəsizi eşidəndir. Çağırıldıqda ona cavab verəndir. Bəlanı aradan qaldırandır. Darxan qəlbləri sevindirəndir. Quruda da, dənizdə də yol göstərən, rüzgarları müjdə ilə göndərən, yaxşı rəhmət kimi yayan, ölü torpağa can verəndir. O yaratdıqlarının bir məqsədlə yaratmışdır. Göylərdə və yerdə olan hər kəs ruzunu verən odur. O həm yaratmış, həm də ona itaat edən dualar qullarını himayə edəndir. O eşitməyi, görməyi, qəlbləri və düşüncələri verəndir. Hər bir şeyə can verən odur. Bütün işləri idarə edən odur. Müminun surəsində buyurur. Hər şeyin hökmü əlində olan kimdir? O hər şeyə sahibdir. Məğlub edilə bilməz.
ona qalib gələn olmaz. Yəni Allah Taala ucadır.